Haleluya ya Rabbim. Haleluya Ata Tanrı. Her şeyden üstün ve her şeyden daha yüksek olan sensen ya Rabbim. Haleluya ya Rabbim. Haleluya Ata Tanrı. Öz düşüncələrini ya Rabbim bizim içimizə, bizim düşüncələrimizə bərqərar elə. Biz bəzən körpə uşaqlar kimi ya Rabbim sözə qulaq asmayaraq ya Rabbim səhv addımlar atırıq. Amma bir valideyn olaraq Ata Tanrı biz də öz uşaqlarımıza öyüd nəsihət veririk. Biz də hərdən onların üzərinə gəlirik ki, onlar o səhv yollardan çəkinərək düzgün yollara istiqamətlənsinlər. Eynən ya Rəbbim sən də Ata Tanrı bir valideyn olaraq bizim hisslərimizi, bizim o duyğularımıza baxmayaraq ya Rəbbim bizi hər zaman və hər zaman düzgün yola yönəlt Ata Tanrı. Çünki biz bütöv bir şəkli və o işin nəticəsini biz görmürük. Amma sən hər şeyi bilən və hər şeyi görənsən. Ona görə də ya Rəbb, ya İsa Məsih, bütöv olaraq, tam olaraq sənə güvənməyə öyrət bizi ya Rəbbim. İsa Məsih, sənə güvənirəm deyib o işi öz əlimizə almaqla deyil. Bütöv qəlbimizlə, bütün varlığımızla hər şeyi sənin əlinə verərək, ya Rəbb izzətləndirək. Bilək ki, hər şeyin əvvəli və hər şeyin axırı sənsən, Ata Tanrı. Sənə hər şey üçün minnətdarıq, ya Rəbbim. Hər şey üçün minnətdarıq. Sən öz kəlamlarını içimizə bərqərar elədiyin üçün, bizim düşüncələrimizi dəyişdirdiyin üçün, bizim həyat tərzimizi dəyişdirdiyin üçün sənə minnətdarıq, ya Rəbbim. Bunun üçün sənin huzuruna gəlirik, Ata Tanrı. Harda biz hələ dəyişə bilməmişik, bizə müdriklik ver, ya Rəbbim. Müqəddəs ruhla o yerləri doldur ki, ya Rəbbim, biz o istiqamətdə dəyişdirək, o pislikləri yaxşılıqları ilə əvəz eləyək. Hər şeyi sənin kəlamın üzərində quraq. Hər şeyi sənin nümunən üzərində quraq, ya Rəbbim, ya İsa Məsih. Sən yeganə var olan nümunə oldun. Sən çarmıxa gedərkən hər kəs sən layiq olmadığı bir şeyi sənə elədilər. Səhv elədilər, düzgün deyildilər. Yalançı oldular sənə qarşı, ya Rəbbim. Amma sən dinməz, susqun, bir quzu kimi sən o çarmıxa getdin, ya Rəbbim. Bizə də o gücü ver ki, ya Rəbb, ya İsa Məsih. Biz nələrlə qarşılaşırıqsa fərq eləmir. Biz insanların qarşısında dinməz olaq. Sənin huzurunda fəryad eləyək, ya Rəbbim, amma insanların qarşısında dinməz olaq. Yalnız sənə güvənərək və yalnız sənə ümid eləyərək, ya Rəbbim. Hər bir problemdən, hər bir, bilmirəm, biz yalan dünyasında yaşayırıq və bu yalan dünyasında bir çox şeylərlə qarşılaşa bilərik. Amma hər şeyi sənə ümid eləyərək və sənə izzət verərək hər bir vəziyyətdən qalib olaraq çıxa bilək. İsa Məsihin adı ilə. Çünki sən bizi hər bir vəziyyətdə qalib görmək istəmisən. Bunun üçün sənə minnətdaram, Ata Tanrı. Sənə alqış olsun, izzət olsun. Hər bir naz nimətə görə sən bizə hər şeyini verdin. Nəyin var idisə, sən hər şeyini verdin. Canından belə keçdin, ya Rəbbim. Ata Tanrı, sən bizə o fədakarlığı öyrətdin. Sən bizə o məhəbbəti öyrətdin. Sən bizə o nümunəni qoydun ki, biz eynən insanlara baxmayaraq, vəziyyətlərə baxmayaraq, biz sənin məhəbbətini insanlara gətirə bilək. O işığı insanlara çatdıra bilək. Biz o insanların qarşısında duz olaq ki, onlar bu dünyanın çirkabından, bu dünyanın çürüməsindən, ya Rəbbim, dayansınlar və düşüncələri çürüməsin.
ürəkləri çürüməsin, həyat tərzləri çürüməsin. Amma sənin işığına bürünərək, ya Rəbbim, ya İsa Məsih, sənin həqiqətinə bürünərək, ya Rəbbim, sənə ata deyərək, sənə tam olaraq təslim ola bilsinlər. Ya Rəbb, ya İsa Məsih, sənə hər şey üçün minnətdaram, ya Rəbbim. Ya Rəbb, ya İsa Məsih, sənin huzurunda biz yenə də bugün yığışırıq. Bir yumruq şəklində, bir bədən şəklində, ya Rəbbim. Bir-birimizlə razılaşaraq, bir-birimizə duada dayaq olaraq, ya Rəbbim, biz sənin huzuruna gəlirik. Və Ata Tanrı, bu dünyanın insanlarını sənin huzuruna gətiririk, ya Rəbbim. Ailələri sənin huzuruna gətiririk, Ata Tanrı. İblis indi o qədər ailələrə hücum eləyir ki, onun məqsədi ailələri dağıtmaqdır, bir-birinə düşmən eləməkdir, bir-birindən ayırmaqdır. Çünki sənin kəlamın deyir ki, bir quzu öz çobandan uzaq düşərsə, canavarlar onu parçalayarlar. Ona görə də İblis çalışır ki, ailələri dağıtsın ki, onlar pərəm-pərəm olsunlar və onları sonra məhv eləmək üçün rahat olsun. Amma ya Rəbb, sən bizə bir ailə nümunəsini göstərdin. Hər zaman sən bir nümunə olaraq göstərdin ki, necə İsa Məsih öz ruhani evladların qayğısını çəkirdi. Onların ayaqlarını yuyurdu. Onları heç vaxtı susuz qoymurdu. Onları heç vaxtı ac qoymurdu. Onlar heç vaxtı paltarsız qalmırdılar, ya Rəbbim. Və hər zaman onlar bir idilər. Qoy sənin məhəbbətin hər bir ailənin sütunu olsun. Qoy sənin, ya Rəbbim, bir-birini anlamaq, bağışlamaq kimi ruhani ənamlar, məhəbbət ənamları hər bir kişi və qadının həyatında bərqərar olsun, ya Rəbbim. Ya İsa Məsih, səndən istəyib səndən diləyirəm, Ata Tanrı. Yalvarıram sənə, ya Rəbbim. Qoy ailələr birləşsin. Qoy ailələr möhkəmlənsin. Qoy kişi və qadın arasında olan anlaşılmamazlıqlar getsin və məhəbbət gəlsin o yerə. Bir-birini anlama gəlsin onların arasına, ya Rəbbim. Necə ki sən ərlə arvadı bir olaraq yaratdınsa, qoy o birlik gəlsin onların ailəsinə, ya Rəbbim. O kişi ilə qadın arasına, Ata Tanrı, yalvarıram sənə, səndən istəyib səndən dilirəm, ya Rəbbim. Qoy heç bir ailə dağılmasın. Qoy heç bir ailədə söz-söhbət olmasın. Qoy hər bir ailədə yalnız sevinç və yalnız gülmək sədaları gəlsin, Ata Tanrı. Öz əlini hər bir ailənin üzərində bərqərar elə, Ata Tanrı, ya Rəbbim. Qoy sülh gəlsin, məhəbbət gəlsin, mərhəmət gəlsin, sevinç gəlsin hər bir ailəyə, hər bir kişi və qadının arasına. İsa Məsihin iradı ilə. Ata Tanrı, minnətdaram sənə, ya Rəbbim. Bugünkü gündə, ya Rəbbim, mən sənin adını tanıdığıma görə, ya Rəbbim, sənin kəlamını, ya Rəbbim, oxuduğuma görə, o kəlamı sən bizə açıqladığına görə sənə minnətdaram, ya Rəbbim. İçim, ürəyim bir o qədər doludur ki, sənə minnətdarlıqla, ya Rəbbim. Hər zaman, hər saniyəm, ya Rəbb, ya İsa Məsih sənə aiddir, sənindir. Bütün qəlbim, bütün varlığım sənə aiddir, ya Rəbbim. Sənindir, sənin huzuruna gəlirəm, səni sevirəm, ya Rəbbim. Çünki sən bizə verdiyin o məhəbbəti, sən bizə göstərdiyin o qayğını, sən bizə göstərdiyin o mərhəməti heç kəs, heç vaxt bizə göstərə bilməz. Nə valideyn olaraq valideyn, nə həyat yoldaşı olaraq həyat yoldaşı, nə evlad olaraq evlad, ya Rəbb. Sənin məhəbbətin tükənməzdir. Sən hər zaman yanımızdasan, heç nəyə baxmayaraq, heç bir səhvimizi, ya Rəbbim, öz nəzərinə almayaraq sən hər zaman yanımızdasan, hər zaman əlimizdən tutursan, hər zaman, ya Rəbbim, düzgün yola yönəldirsən. Bunun üçün sənə minnətdaram, ya Rəbbim. Sən o qədər səbirlisən ki, sən o qədər səbirlisən ki, sən hər zaman bizim düzələcəyimizi gözləyirsən. Sən bizi
bizi görmək istədiyin kimi görürsən, ya Rəbbim. İndi bu vəziyyətlə deyil, bizim səhvlərimizlə deyil, bizim yıxılmağımızla deyil, ya Rəbbim. Amma sən bizi harda görmək istədiyin kimi görürsən, ya Rəbbim. Bizə müdriklük ver. Bizə ya Rəbbim istiqamət ver ki, sən bizi gördüyümüz yerdə biz olaq. Orada sənə hər zaman sənin adına bəhrə gətirə bilək. Sənin səltənətini ya Rəbbim ucalda bilək, genişləndirə bilək. İsa Məsihin iradı ilə biz səndə ya Rəbbim cəsarətliyik. O cəsarəti biz bu dünyadan deyilik, biz səndən götürdük. Çünki sən bizim içimizə daxil olan zamandan, o andan sən bizim içimizi özünlə doldurduğun zaman ya Rəbbim, biz köhnəliyi ta atdıq, biz yeniyik, biz sənin evladınıq, biz sənin varisinik ya Rəbbim. Köhnə Esmira getdi, köhnə hər şey getdi. Hər şey yenidir, hər şey gözəldir, hər şey sənlidir, hər şey sənindir. İsa Məsihin iradı ilə ya Rəbbim, sənə bir o qədər minnətdaram ki, Ata Tanrı, o qədər minnətdaram ki, ya Rəbbim, hər şey üçün sənə minnətdaram. Biz keçdiyimiz çətin yollara görə də minnətdaram. Çünki o yollardan sən bizi öyrədirsən. Harda neyləmək lazım olduğunu, harda səbirli olmaq lazım olduğunu, harda susmaq, harda danışmaq lazım olduğunu sən bizə öyrədirsən. Ya Rəbbim, ya İsa Məsih, mən sənə hər şey üçün minnətdaram. Sən mənim atam olduğun üçün sənə minnətdaram, ya Rəbbim. Sən hər şeysən. Səndə hər şey tapmaq olur. Səndə hər şey, ya Rəbbim, o qədər gözəl, o qədər dolğun, o qədər həyat vericidir ki, ya Rəbbim, bu dünyada nəyisə axtarmağa və ya nəyisə dalınca qaçmağa heç bir mənası yoxdur. Çünki səni tapan həyat mənbəyini tapmış olur. Səni tapan dünyanı tapan olur. Səni tapan məhəbbət tapan olur. Səni tapan hər kəs, ya Rəbbim, huzur tapır. Ya Rəbbim, ya Rəbbim, bizim həyatlarımızda bərqərar ol. Ya Rəbbim, bizim ailələrimizdə bərqərar ol. Ata Tanrı, qoy sənin adın bizim ürəyimizin ta başında möhürlənsin. Bizim ağlımızı, ya Rəbbim, dəyişdir. Qoy bu dünyaya deyil, sənə meyil salaraq, sənin kəlamında dəyişə bilək, ya Rəbbim, şuurumuzu dəyişdirməyə kömək elə. Ağlımızda düzgün olmayan, səhv olan nə varsa, öz ya Rəbbim düzgün bizim içimizə qoyduğun o düzgün kəlamlarla, düzgün yollarla, istiqamətlərlə o pisliyi hamısını sıxışdıraraq çıxart ya Rəbbim və bizi özünlə doldur. Necə ki qab suyla dolursa, sən də ya Rəbbim müqəddəs ruhla bizi doldur. Budur ya Rəbbim, biz sənin huzurundayıq. Səhvlərimizlə, düzlərimizlə, yalanlarımızla, hər bir şeyimizlə sənin huzuruna gəlirik ya Rəbbim və səndən diləyib, səndən istəyirik ki, bağışla bizi. Nəyəsə səhv eləyiriksə, bilə-bilə səhv eləyiriksə, bilməyə-bilməyə səhv eləyiriksə, bağışla bizi ya Rəbbim. Ata Tanrı, bizi dəyişdir. Dəyişdir ki, biz eynə qalmayaq. Dəyişdir ki, sən bizim üzərimizə geyindiyin o ağ libası bir kənara qoyaraq bu dünyanın libasını geyinməyək, ya Rəbbim. Yenidən necə sənin kəlamın deyir, it öz qusmağın üzərinə gedirsə, qoy biz elələrdən olmayaq, ya Rəbbim. Qoy biz səndə hər zaman yenilənək, qoy ruhunda yenilənək, ruhunda yüksələk, kəlamında yenilənək, ya Rəbbim. Hər zaman bizi öz vəhləri ilə doldur. Hər zaman, ya Rəbbim, bizə kömək elə. Bizə öyrət, sənin səsini tanıya bilək, sənin səsini eşidək, səni dinləyək, ya Rəbb. Ya İsa Məsih, öz istəklərimiz dalınca deyil, öz arzularımız dalınca deyil, sənin iradən dalınca hər zaman gedək, ya Rəbb. Ya İsa Məsih, sənin iradən dalınca gedən hər zaman udacaq. Sənin, ya Rəbbim, iradən dalınca gedən hər zaman, ya Rəbbim, qalibiyyət içində yaşayacaq, huzur içində, məhəbbət içində yaşayacaq, ya Rəbbim. Bu dünya yalan dünyadır. Bu dünya yalan dünyadır, ya Rəbb, ya İsa Məsih. Bir gerçək, bir həqiqət varsa, o da sənsən. Sənin kəlamındır, ya Rəbbim, ya İsa Məsih. Sənə minnətdaram, Ata Tanrı. Hər şey üçün sənə minnətdaram, Ata Tanrı.
Aldığım nəfəsimsən, gördüyüm gözümsən, eşitdiyim qulağımsan, yeridiyim ayağımsan, tutduğum əlimsən, ya Rəbbim, döyünən ürəyimsən, Ata Tanrı. Sənə hər şey üçün minnətdaram, ya Rəbb, ya İsa Məsih. Sənin xeyir duaların hər birinin üzərinə axın axsın, ya Rəbbim. Qoy sənin iradən hər bir kəsin üzərinə bərqərar olsun. Qoy hər bir evdə sevinç, mehribançılıq, məhəbbət səsləri gəlsin. Ya Rəbb, ya İsa Məsih. Qoy sənin padşahlığın hər bir evin, ya Rəbbim, ta mərkəzi olsun. İsa Məsihin iradı ilə. Qoy heç kəs mən İsa Məsihi tanımıram, mən onun kəlamını bilmirəm deyən olmasın. Qoy hər kəs sənin huzurunda diz çöksün. Qoy hər kəs sənə əllərini qaldırıb təslim olsun. Qoy hər kəs səni Rəbb olaraq qəbul eləyərək, ya Rəbbim, sənin səltənətini genişləndirsin. İsa Məsihin iradı ilə. Hər şey üçün sənə minnətdaram, ya Rəbbim. Hər şey üçün sənə minnətdaram. Haleluya, haleluya, haleluya Ata Tanrı. Ya Rəbbim, ya Rəbb, ya Rəbb deyib, ya İsa Məsih. İçimdən bir hayqırtı gəlir. Ata Tanrı, hər bir kişini sənin huzuruna qaldırıram. İçki ruhuna düşkün olan, siqaretə düşkün olan, zinakarlığa düşkün olan, ya Rəbbim, səhv həyat tərzinə düşkün olan, öz ailəsinə qarşı gedən hər bir kişini sənin huzuruna qaldırıram. Ya Rəbb, ya Rəbb, bu dünyaya özünü bənzətmək istəyən hər bir kişini sənin huzuruna qaldırıram. Bu dünyaya, ya Rəbbim, özünü daha yaxşı göstərməyə çalışan kişiləri sənin huzuruna qaldırıram. Ya Rəbbim, sənin sözündən, sənin kəlamından, sənin məhəbbətindən uzaq düşən hər bir kişini sənin huzuruna qaldırıram. Ya Rəbb, ya Rəbb, necə, nə cür, mən bilmirəm, ya Rəbbim. Amma bilirəm ki, onları dəyişdirə biləcək. Onların həyat tərzini dəyişdirə biləcək yeganə var olan sənsən. Mən bilirəm ki, Ata Tanrı, sənin də ürəyin dağlayır. Onlar öz həyatlarını məhv eləyirlər deyənə, onlar bu siqaretə, bu içkiyə, bu düzgün olmayan həyat tərzinə özlərini qurban verirlər deyənə, ya Rəbbim. Amma səndən istəyirəm, Ata Tanrı. Sənin huzuruna gəlirəm, ya Rəbbim. Çünki yalnız sən və yalnız sən hər şeyi dəyişdirə biləcək yeganə var olan Rəbb sənsən. Onların o düşüncələrini düzəldə bilən, səhv həyat tərzlərini düzgün yola yönəldə bilən, siqaret, içki düşkünlüyünü onların həyatından tamamilə yox eləyə bilən yeganə varlıq sənsən, ya Rəbbim. Yalvarıram, Ata Tanrı. Onların içində, onların beyində, onların ürəklərində o istəyi yarat ki, onlar səni axtarmağa başlasınlar. Onlar dəyişməyə can atsınlar və sən mütləq ki, onlara kömək eləyəcəksən. Ya Rəbbim, mən buna iman eləyirəm. Mən buna iman eləyirəm, ya Rəbbim. Qoy vəh ruhu gəlsin onlara. Yuxudamı, ayıqdamı, ya Rəbbim, ya İsa Məsih. Necə ki sən Savılla, ya Rəbbim, üzbəüz görüşdükdən sonra necə o Savıl dəyişdi və bütün həyatının son anına qədər sənə, ya Rəbbim, bəxş elədisə, sənə qurban verdisə, ya Rəbb, qoy bizim, ya Rəbbim, bu kişilər də, Ata Tanrı, sənlə üzbəüz görüşərək, bütün həyatlarını, nəfəslərini, ürəklərini, düşüncələrini, ya Rəbbim, bütün qəlblərini sənə, sənin səltənətini, ya Rəbbim, genişlənməyə, sənin kəlamını yaymağa, sənin işığını, nurunu bu dünyaya gətirməyə həsr eləsinlər. İsa Məsihin iradı ilə. Ya Rəbbim, ya Rəbbim, bizim ağlımıza gəlmədiyi bir şeyləri belə, ya Rəbbim, sən dəyişdirə bilirsən. Sən hər şeyi, ya Rəbbim,
Hər şeyi dəyişdirə bilən yeganə var olan sənsən. Sənə diz çöküb yalvarıram ya Rəbbim. Sənə minnətdarlıq bildirirəm ya Rəbbim. Çünki mən sənə ya Rəbbim bütün varlığımla, bütün qəlbimlə iman eləyirəm və inanıram ki, ya Rəbbim, hər bir kişi bugün səhv yolda olan və səhv düşüncədə yaşayan, ya Rəbbim, diz çöküb sənin huzurunda sənə öz həyatını təslim eləyəcək. Səni öz düşüncələrini, öz qəlbini, öz varlığını sənə təslim eləyəcək ya Rəbbim və son nəfəsinə kimi sənə ya Rəbbim, yalnız və yalnız sənə ya Rəbbim qulluq eləyəcək İsa Məsihin adı ilə. Amin, amin, amin.